Biri var idi, biri yox idi. Bir qara böcək var idi. O balaca bir yuvada yaşayırdı. Bir gün böcək çıxdı çölün düzünə, sürmə çəkdi gözünə. Özünü sevən xanım, dost axtarır özünə. Üzünü otların şehi ilə yuyur, çiyələk gülündən özünə paltar tikir. Fındıq qabığından ayaqqabı geyinir və yola düşür. Bir xeyli getdikdən sonra dağın ətəyində ayını görür. Salam balaca xanım. Hara gedirsən belə tıx-tıx xanım? Çərə gedirəm, çürə gedirəm. Sənə nə var, xara gedirəm. Özümə dost axtarıram. Saçı Suray xanım, donu uzun Daray xanım. Gəl mənimlə dost ol sən. Ayı, sənlə dost olarsan və səni əsəbləşdirərsəm, nə ilə doyarsan məni? Pəncələrimlə parça-parça edərəm. Səndən mənə dost olmaz. Tık-tık xanım oradan tez uzaqlaşır. Meşədə tülkü ilə qarşılaşır. Salam, qara böcək. Hara gedirsən belə tıx-tıx xanım? Çərə gedirəm, çürə gedirəm. Sənə nə var, xara gedirəm. Özümə dost axtarıram. Saçı Suray xanım, donu uzun Daray xanım. Gəl mənimlə dost olaq. Məndən yaxşı dost tapmazsam. Tülkü, sənlə dost olsam və səni əsəbləşdirsəm, məni nə ilə doyarsan? Salaram səni dişlərimin arasına, çeynəyib udaram. Səndən mənə dost olmaz. Bu sözləri eşidən Tık-tık xanım oradan tez uzaqlaşır. Çəmənliklərin birində çobana rast gəlir. Tıx-tıx xanım, hara gedirsən belə? Çərə gedirəm, çürə gedirəm. Sənə nə var, xara gedirəm. Özümə dost axtarıram. Saçı Suray xanım, donu uzun Daray xanım. Gəl mənimlə dost olaq. Məndən yaxşı dost tapmazsan. Çoban, sənlə dost olsan və birdən səni əsəbləşdirsəm, məni nə ilə doyarsan? Bax, bu çomağımın altına salaram. Bu sözləri eşidən Tık-tık xanım oradan qaçır. Məyus Tık-tık xanım meşədə bir ağacın altında oturub kədərləndi. Əsil dost hardadır axı? Elə həmin an ona sıçan yaxınlaşdı. Tıx-tıx xanım, burada nə edirsən belə? Gəl mənimlə dost ol. Sənlə dost olsam və səni hirsləndirsəm, nə ilə doyarsan məni, ay sıçan? Mənim ürəyim yumşaqdır. Səni incitmərəm. Qulağımı buraram, amma səni incitmərəm. Sıçan, sən mənim həqiqi dostumsan. Bu sözləri eşidən kimi sevindi və sıçanla yoluna davam etdi. Gəzərkən yaxındakı bir gölməçəyə düşdü. Çox qorxdu və çırpındı. Sıçan bir çöp götürüb ona uzatdı və Tık-tık xanımı sudan çıxardı. Həyəcanlı anlardan sonra dostlar otun üzərinə əyləşib dincəldilər. Onlar bir-birlərini tapmaqdan çox xoşbəxt idilər.